Salam əziz dostlar, hər kəsi Böyük Pullar kanalında yenidən xoş gördük. Bugün də mən sizə həmişə olduğu kimi növbəti internetdən pul qazandıran saytla tanış edəcəm. Video başlamazdan qabaq onu demək istəyirəm ki, kanala abunə olmağı unutmayaq. Burada abunə ol knopkası var, onu tıklayıb kanalımıza abunə oluruq. Belə əziz dostlar, siz tanış edəcəyim bugünkü saytın adı Traffic Circle adını belə oxuyanmıram düzü .com saytıdır. Elə Traffic deyə bəs eləyər məncə. Traffic mouse'una çox bənzəyir bu sayt. Qeydiyyat linkini aşağıda yerləşdirmişəm. Həmin linkdən daxil oluruq. Qeydiyyatdan keçirik. Yəni burada qazanmaq necə baş verir? Sadə necə deyirlər? Standart belə deyək də internet saytlarından biridir, yəni pul qazandıran. Reklamlara baxırıq, baxdığımız reklamlara görə pul ödəyir. Dediyim kimi Traffic mouse'un saytına çox bənzəyir. Belə. Qeydiyyat linkinə daxil oluruq. Aşağıda qeydiyyat linki var. Linkə daxil oluruq. Belə bir səhifə açılır. Bəzilərində belə də açıla bilər, belə bir səhifə. Necə deyirlər, ekranı biraz balacalaşdırırıq. Gördüyünüz kimi maçları biraz balacalaşdırır, düzəldir, belə olur. Yəni problem yoxdur. Qeydiyyat linkini yerləşdirmişəm. Dediyim kimi aşağıda həmin linkə daxil oluruq. Belə bir səhifə açılır. Burada New Registration var. Bura tıklayırıq, yəni yeni qeydiyyatda belə deyək. Qeydiyyatdan keçmək üçün. Qeydiyyat prosesi çox sadədir. Burada adınızı, familiyanızı, adres bu heç önəmli deyil. Adres yazında yazın tutaq ki də, misal üçün, hər hansı bir küçə, nə bilim, Mehdi Hüseynzadə küçəsi, misal üçün. Nə bilim, bura şəhəri yazsınız, hansı şəhərdir, state, yəni burada eyni şeyi yazırsınız. Postal kodu, yəni post kodu fərqi yoxdur. Yəni bunlar elə bir önəmli deyil doldurmaq. Daha sonra burada ölkəni seçirsiniz, Azərbaycanı seçirik, yəqin ki Azərbaycanda qalırsınız, fərqi yoxdur, harada qalırsınız oranı seçirsiniz. Daha sonra nömrənizi, burada e-mailinizi qeyd edirsiniz, sonra enter username, yəni ki nickname'inizi daxil edirsiniz, password şifrənizi, confirm password, yəni yenidən şifrənizi, sonra setup a pin, withdraw pin. Bura şifrə kimi bir şey qeyd edirsiniz, özünüzdən fərqi yoxdur. Eyni şeyi bura qeyd elədiyinizi burada qeyd edirsiniz. Əziz dostlar, yəni yaddan çıxarmayın. Bu hissə ilə bu hissəyə başqa şey qeyd edirsiniz. Yəni eyni şeydə. Tutaq ki, bura ABC 123 yazmışsınızsa, burada ABC 123 yazın. Bura withdraw pinə isə yazın, tutaq ki 78612, burada eyni şey yazın. 78612. Misal üçün, yəni bu ikisi ilə bu ikisi eyni olmalıdır, bununla bu da eyni olmalıdır. Yəni bunlar fərqlənməlidir bir-birindən. Çünki sağ pul çıxardığında sistem bunu istəyəcək. Setup a withdraw pin. Yəni çıxartmaq üçün pin tələb edəcək. Yəni ki aydındır. PayPal emailinizi PayPal dediyim kimi lazım deyir. Soltres Payment də lazım deyir. Biz Payza ilə işləyirik. Kimdə ADV Cash varsa ADV Cash-la, amma məsləhət görürəm Payzadan istifadə edin. Çünki burada çox vaxt pul çıxardığında Payzanı istəyir. Payza emailimizi daxil edirik. Perfect Money və Payer var, amma Payzadan istifadə edin dediyim kimi. Payza emailimizi daxil edirik. Daha sonra burada necə deyirlər, qaydalarla razıyam. Bunu tıklayırıq. Daha sonra robot olmamızı təsdiqləyirik. Join Track Mouse.com vururuq. Bunu tıklayırıq. Bunu tıklayandan sonra sizin Gmailinizə baxarsınız, məktub gəlməlidir. Həmin məktubdan girib necə deyirlər, qeydiyyatınızı təsdiqləyirsiniz. Bir də tıklayasınız, orada link verəcəksiniz. Həmin linkə tıklayasınız. Tıklayandan sonra necə deyirlər, sayta daxil olub təsdiqlənmiş olacaqsınız emailinizi. Yəni ki, burada bir çətin bir şey yoxdur. Ad, familiyadır, şifrədir, ölkədir, city, şəhərdir, state, yəni eyni şəhərdir, adres falan. Yəni bunlar çox da önəmli deyil. Buranı yazmaq, yəni dəqiq harda qalırsınız. Fon, yəni ki, telefon nömrənizdir, əsas username-dir, şifrələrinizi də düzgün daxil edin ki, həm də daxil edin şifrələri bir yere yazın ki, sabah daxil olanda yaddan çıxmasın. Bir də Payzanı da daxil edirsiniz, Payza emailinizi. Daha sonra Join vurursunuz. Dediyim kimi, Gmailinizə məktub gələcək. Həmin məktubdan daxil olub linki təsdiqləyirsiniz, yəni emailinizi təsdiqləyirsiniz. Mən hal-hazırda öz səhifəmə daxil olum, sizə göstərim necə qazanılır. Daxil oluruq, burada kodu da yazırıq. Yazdıq, login vururuq. Gözləyir buradakı necə deyərlər, bu timer deyim də. Bu timer tamamlansın. Belə 20 saniyə gözləmək lazım idi.
Click to dashboard, yəni ki, deyirlər, səhifəmizə daxil oluruq. Bu reklamlarla da necə qazanılır? Mən artıq arada göstər reklamlar çıxır belə məndə. Necə qazanılır? O barədə mən burada teaser ilə internetdən pul qazan. Bu barədə danışmışam. Yəni çıxan reklamları görüncə pul qazanmaq olar. Belə əziz dostlar, daxil olandan sonra sizdə bu knopkalar aktiv olmayacaq. Burada deyir ki, hər 11 reklama baxmalısınız əvvəlcə hər şeydən. Yəni gündə bir dəfə də belə deyək. Aha, görürsünüz, mən bayaq baxdım. İndi bir də 24 saatdan sonra baxmalıyam ki, bu reklamlar məndə çıxsın. Əvvəlcə surfingə daxil oluruq, dediyim kimi. Surfingə daxil oluruq. Buradakı reklamlara baxırıq. Gündə minimum 11 dənəsinə, yəni baxsız kifayətdir. 11 reklama baxırıq. Baxandan sonra əslində baxmaq deyəndə, yəni tıklayırıq, bu vaxt timer gedir. 11 dənəsinə baxandan sonra daxil oluruq yeni öz səhifəmizə. 11 dənəyə baxırıq ki, bizə reklamlar versin, pulları. Burada eyni olanları seçirik, bu ikisi eynidir, bunu tıklayırıq, tıkladıq. Next vursam, yəni növbətimi artıq görürüz, 13 dənəsinə baxmışam. Yəni minimum 11 dənəsinə baxsız kifayət edir. Next vursam, növbəti reklamı göstərəcək, ehtiyac yoxdur. Back to account vururam, yəni accountuma qayıdıram. Accountuma qayıdandan sonra, dediyim kimi, daha sonra 11 dənəsinə baxandan sonra hər 24 saatdan bir baxırsınız da, belə deyək. Baxandan sonra belə linklər çıxacaq sizdə. Cash links, banner links. Bunu tıklayırıq birinə. Tıklayanda belə reklamlar var, gördüyünüz kimi. Hərəsinin də öz qiyməti var. Misal üçün, birinə tıklayaq, baxaq, fərqi yoxdur. Buna vurduq. Gözləyirik 14-15 saniyə geçsin. 15 saniyənin tamamında bizdə şəkil çıxmalıdır. Həmin şəkildə yazılanı yazırıq, təsdiqləyirik ki, baxdıq və göstərilən məbləğ hesabımıza yatmış olur. Belə 15 saniyə dediyim kimi şəkil çıxdı, həmin şəkildəkiləri qeyd edirik. Credit click vururuq. Aha, deyir ki, sizin balansda yatdı. Accountumuza qaydırıq. Görürsünüz ki, həmin reklam yox oldu. Yenidən öz səhifəmizə qayıdım. Dedim ki, həmin linklərə baxırıq. Yəni baxdıqca da pulumuz, yəni balansımıza yatır. Onlara baxandan sonra daxil olub bu banner linkə. Banner linkə daxil olandan sonra bannerə. Həmin bannerlərə baxdığımıza görə də bizə pul verəcək. Bannerin birinə tıklayırıq. 10 saniyə gözləyirik. Eyni prosesdir, yəni fərqli bir şey yoxdur burada. RVS və daxil elədik, credit click vurduq, back to account vurduq. Aha, gördüyünüz kimi əziz dostlar, dediyim kimi həmin %1 dollarda belə deyək, sentin onda biri də gəldi, çıxdı balansınıza. Pul çıxardanda necə çıxardır? Pul çıxartmaq üçün minimum balansda 2 dollar olmalıdır. Burada withdraw var. Withdraw'u tıklayırıq. Withdraw'u tıkladıqdan sonra gördüyünüz kimi məndə burada Payza artıq qeyd eləmişəm. Payment ID vursam, yəni ki, bu hissəyə Payza e-mailimi yazıram. Mən dediyim kimi Payza'dan istifadə edin. Yazıda sizə dedim, qeydiyyatdan keçəndə dedim Payza'dan istifadə edin. Məhz buna görə. Çıxartmaq Payza ilə mümkündür. Payment ID, yəni ki, Payza e-mailimi yazıram. Çıxaracağım məbləği tutaq ki, hesab eləyək. Məndə 5 dollar var, misal üçün. Ya 2 dollar var. 2-ni yazıram bura, qeyd elədim. Yəni gördüyünüz kimi burada yazıb ki, minimum 2 dollar çıxarda bilərəm. Yəni 2 dollar olandan sonra pul çıxartmaq mümkündür. Payza e-mailimi bura qeyd edirəm və enter withdraw pin. Yəni ki, bayaq yazdı sizə dedim, withdraw pinlə necə deyirlər, password ayrı şey olmalıdır. Həmin withdraw pini burada istəyir. Yəni pulu çıxardanda sizdən tələb eləyir bu pini. Əgər unutmuşsa problem yoxdur. Generate to send my email vurasınız e-mailinizə necə deyirlər, sizə çıxartmaq üçün pin göndərir. Əgər yadınızdadırsa lap yaxşı. Elə birbaşa yazın, withdraw money vurun, pulu çıxarda biləcəksiniz. Sayt, siz Alexa'da yazıb baxa da bilərik saytın, necə deyirlər. Belə deyək də saytın reytinginə də. Profit deyək. Daxil olaq Alexa'da. Find axtaraq görək. Payza gördüyünüz kimi saytın qrafiki yuxarıya doğru gedir. Bu da saytın necə deyirlər inkişafından xəbər verir. Belə əziz dostlar, yəni ki, çox sadə bir sistemdir. Dediyim kimi Traffic Monster'a çox bənzəyir.
daxil olanda bu reklamlar olmayacaq. Dediyim kimi, əvvəlcə Star Surfing vururuq, 11 reklam baxırıq, hər 24 saatdan bir də, gündə bir dəfə, belə deyək. Baxandan sonra daxil olub cash links və ya banner linksə necə deyirlər, pullu reklamlara baxırıq, bizə pul gətirsin. Belə, kimdə nəsə sualı olsa, kommentariyada yaza bilər, eləcə də Gmail ünvanımı göndərə bilər. Belə əziz dostlar, yəni dediyim kimi, trafik mouse'una çox bənzəyir, eyni tiplidir, çox sadə bir sistemdir. Yəni standart belə deyim də, belə bir standart sistemdir. Yəni standart saytlarda necə olur? Link reklamlara baxırıq, pul qazanırıq. Bu da eyni qayda ilə. Belə əziz dostlar, videoya baxdığınız üçün bir daha təşəkkür edirəm. Bir də sonunda deyirəm ki, kanala abunə olmağı unutmayaq. Çox sağ olun əziz dostlar.